Hey. Ne oldu sen? Eşitirsen beni. Hay kızım. Bana bak. Abala. Neyləmisən sen? Kızım, ay kızım. Eşitirsen beni. Eşitirsen. İndi köməyə çağıracağım, yaxşı olacaq her şey. Eşitirsen beni. Ben neyim, ay Allah. Bana bak, bana bak. Aç gözünü kızım. Gözünü aç. Bana bak, bana bak. Hə, Mayıs. Aycan. Atdın ömrən cəla. Sənə niyə atır, mən atmalıydı. Ay, nəzi bilə düşəcəyik, nə danışırsan, Bəbir müəllim bilsə nə olacaq, mən işlə bağlı yığıram da. Ayıb olar ha, yekə kişi sənə. Siz mənim adıma laf söz çıxartmışsınız, eyvallah. Onun qızı bizdə işləyir. İndi zəng çatmır da, dünən gecə gələn malın siyasi falan belə şeylər var da, ondan öyrənəcəyim şeylər var. Ona görə yığıram. Göndər boşludur, göndər gözləyirəm. Gica. Götürmür ha səni. Bir de yığın. Götür də, ay Rəfiqə xan, götür də, naz vaxtıdır. Yəni, səs atın, ay. Salam Rəfiqə xan. Cahangirdir narahat eləyən, Bəbir müəllimin şirkətindən. O şirkətdə toqquşduğunuz oğlan. Oğlan belə çox oldu, hə? Görək nə oyunlar gedir. Biləcəyik. Bəli, Rəfiqə xanım. Alo, salam Rəfiqə xanım. Yox, Rəfiqə xanım. Ay Rəfiqə xanım, üzr istəyirəm, bir dəqiqə. Yox, ay Allah, toqquşmaq o mənada yox da. Şirkətdə 2 dəfə görüşdük, ikisində də toqquşduq. Allah üçüncüsündən saxlasın. Rəfiqə xanım, söyməyin də. Alo. Deyən Cahangir, get. Nə pis söyüşlər bilir, hə bu? Deyirəm bəlkə bu aşağıda park var ha. Düşək, üçümüz də orada gəzişək, biraz əynimizi zadımızı da qalın eləyək. Hava alaq da qoy biraz beynimiz açılsın. Hı? Ay Sultan, nə deyirsən? Deyirəm gedək gəzək. Yox, mən istəmirəm, siz gedin. Gedəcəm evə. Evə hara gedirsən abala? Otur oturduğun yerdə. Gedəcəksən, nigaran qalacaq səndən. Heç arada getmirsən. Samovar qalayaq. Hı? Düşək, qəşəng samovarı qoyum. Hazırlayın. Mələk də o qəşəng o çaylarından hazırlasın. Keks də var burada sənə. Keksdən də gətirsin, ye, söhbətdə şəhətdə. Nə deyirsən, ay Sultan? Yaxşı da, indi bir qızdan ayrılmışsan da indi belə olacaqsan axıra kimi. İndi alınmayıb da, sevmisən, aldadıb. Eləmə də belə Sultan. Valla o qız elə oynadı ki, sən yox, elə bizi də aldatdı. Görərsən, qabaqda elə yaxşı adamlar çıxacaq, elə gözəl insan çıxacaq ki.
Sən daha artıq istəyəcək, hələ qədrini də biləcək. Vallahi deyəcəksən ki, nə yaxşı ki, heç o qızdan alınmadı. Gəlib deyəcəksən ki, Mələk bacı, nə yaxşı ondan olmadı. Hə? Yox, mən daha qurtardım sevgi ilə zaten. Heç kim daha yaxın buraxan deyiləm. Şimdi deyirsən, hamımız belə olmuşuq da. Uşaqlıqda da, yəni onda heç mənim bığımın yeri tərləmir. Həyatın hələ qabaqdadır. Sevəcəksən də, seviləcəksən də, ay Soltan. Minnətdar olsun. Ne gün kim oğlansan, nə olub sənə? Yox, əş. Daha heç nə olan deyil. Ay Sultan, yaxşı da. İndi bir dənə qızla münasibətiniz alınmadı deyə öldürəcəksən özünü. Odur. Ver bir iki kəlmə söz deyim ona. Ver görüm. Bilirəm mənə bağışlamaq çətindir. Mən özümü səni sevməkdən qoruya bilmədim. İndi də səni özümdən qorumaq istəyirəm. Nə yazıb? Bu qız nəsə eləyəcək özünə. Nə dersin, nə Sultan? Bu qız özünü öldürəcək, mən Ay, gitməliyəm. öldürən deyil Sultan! ha? Sultan. Ay Sultan! Kesin. Sultan! Dayı! Dayı, nə oldu sənə? Asım dayı, nə oldu sənə? Vurub məni. Kim vurdu? Necə yəni vurdu? Gəl görün. Yavaş ol. Yaxşı, otur. Yavaş ol, qoluna. Kömək elə. Çıxart bunu, çıxart. Dayı, biz bu... Ay, dayı, biz xəstəxanaya getməliyik, dayı. Yox, xəstəxanaya olmaz. Dayı, necə yəni olmaz? Qan axmam var. Deyirəm, xəstəxanaya olmaz. Polis qarışacaq işə. Dayı, polis canından artıq deyir ki, sən... Hər şey, pis adama heç nə olmaz. Yavaş ol. Əslində mən səs eşitdim, güllə səs eşitdim. Tərəddüd elədim çıxmağa. Bilsəydim sən... Əzabladılar məni. Sonra çıxdılar aradan. Gördülər ki, maşın gəlir, çıxdılar aradan. Kim idi görmədin? Sürücümü yolladım arxasınca. Dayı, vallahi biz xəstəxanaya getməliyik. Burada vəziyyət çox... Yox, xəstəxanaya olmaz. Gülləni sən özün çıxardacaqsan. Nasim dayı, güllə var ya burada. Yox. Mən sənə inanıram Qədir. Sən çıxaracaqsan gülləni. Alo, Ülker, niyə açmırsan? Ürəyim partladı axı. Ülkəri deyil, Ülkəri xəstəxanaya gətirmişik. Nə xəstəxana? Nə eləyib özünə? Yaxşıdır, amma gec gəlsəydik, yaxşı olmayacaqdı. Hansı xəstəxanadasınız? Gəlirəm. Siz qızın nəyisiz? Yığacam bir də yığacam. Allah qoysa götürsə. Rəfiqə xanım, bir dəqiqə üzr istəyirəm. Çox xahiş edirəm mənə qulaq asın da. Çox xahiş edirəm. Yox, mən siz deyən xanımlardan döyüləm deyəndə mən nə dedim axı sizə? Ayıb olar Rəfiqə xanım, vallahi ayıb olar. Bu yaşdan sonra mən hansısa xanımı narahat eləmək çox ayıb olar. Yox, ən azından mən sizin qızınızın iş yoldaşıyam da. Yəni danışa bilmərik bəyə. Mən hər dəfə sizi ofisdə görəndə ürəyimin başına düşür, eyvallah.
O dəqiqə görürəm ki, probleminiz var. Özə bu problem elə belə problem deyil də. Bəbir müəllimlə problemi olmaq nə deməkdir? Bax, onu mən yaxşı bilirəm. Biz, Rəfiqə xan, çox xahiş edirəm, bax, qulaq asın, biz güclərimizi birləşdirməliyik. Bizim ortaq maraqlarımız var axı. Yox, onun adı qulağına bərkdək, bu mənsiz heç kimdir. O şirkəti mən işlədirəm, onun bütün işlərini mən görürəm. Yox, bəbir, yox bir. Olsa şirin panda olar. Narahat olmayın, mən olduğum müddətdə heç kim sizi heç nə deyə bilməz də, arxayın olun da. Qədir, ürəkli ol, qorxma. Demədim sənə də. Nəyəsə toxunmaqdan qorxuram, Eday. Ay kişi, canım mənim dedi, sənə deyirəm toxun da. Başqa çarəmiz yoxdur. Dayan, tərpənmə. Tərpənmə tutmuşam, tərpənmə. Ölməkdən sizin belə yaxşıdır. Tərpənmə, ağrıdacaq abi. Eşi ağrıtsın da, mən dözümlüyəm. Dayan. Dayı çıxartmağına çıxartdım, amma bu qan kəsməyəcək ha. Qədir, o da bıçağı mənə ver. Nə bıçaq? Oradakı bıçağı, peçin üstündəki bıçağı. Bura basma, dayı ona ehtiyac yoxdur ha. Eşi sənə deyirəm, bıçağı mənə ver. Gözlə onu, gözlə. Bura ver. Gözlə. Bəsdir, gözlə, bəsdir. Çək, əlini çək. Kəsdi, qan da kəsdi. Tələsmə. Tələsmə. Yadında saxla. Qədir, ölüm qorxusu ən güclü keydicidir. Sakit ol dayı, danışma. Danışma keçdi. Xavər xanım, Zəng eləyən sən idin, Sultan. bəli, mən idim. Necədir Ülker? Hə, indi yaxşıdır, oradadır. Çox şükür, lap yaxşı. Siz gətirmişsiniz onu bura, hardan tanışsınız onu? Mən onu tanımıram. Kafedə gördüm, halı xarab olmuşdu. Yəni gətirdim burada. Mənə də mesaj yazdı ki, nəysə, necə olub? Sınıq şüşəylə. Neynəmsən, ay Ülker? Allah bilir, sən ona neynəmsən ki, qızı bu həddə çatdırmısan. Mən heç eləməmişəm ha, valla. Bütün kişilər özünü günahsız sayır. Allah bilir, ona kiminlə salladım sana. Ay yox, mən ona heç vaxt elə şey eləmərəm. Heç bir qız xoşbəxtlikdən canına qəsd eləməz. Hər halda bunun bir səbəbi olar. O da sən olarsan. Hayır, mən səni yaxşı oğlan bilirdim. Xavər xanım, nəysə.
Mən əslində səni itirməkdən qorxdum. Mən qorxdum ki, sən birdən qəbul eləməzsən, mən aktrisayam. Mən qorxdum sənə yalan danış. Əslində yox, səni itirməkdən qorxdum. Şükür, neynədəsin? Sultan. Qorxma. Mən yanındayım ki, işlər şey, fikir eləmə. Utanıram, baxa bilmirəm sizə. Sən o şüşə ilə ikimizi də öldürəcəkdin, nə xəbərin var? Niyə bu qədər olan şeydən sonra elə də yanımdasın? Başa düşmürsən, mən sənə sevgi və layiq deyiləm. Çıx, get Sultan. Get. Çıx, get. Sənin sevgin də, özün də, nəfəsin də saxtadır, yalandır. Ne yaxşı ki sen de varsan bu dünyamda. Kimi sevip kimden ayrılardım. Bu dünyadan gitmek istedim anda. Bu hayatta kime göre yaşayan. Sən sevməkdən başqa nə eləmişdim mən sənə, hə? Sən bilirdin ki, mən yetiməm, mənim heç kim yoxdur. Nə atam var, nə anam var, nə bacım var, nə qardaşım var. Heç şeyim yoxdur. Bircə səni özümə doğma bilmişdim. Sən də ki, belə. Bu dünyadan gitmek istedim anda. Bu hayatta kime göre yaşayardım. Mən sənin ən böyük dəstəkçin olardım. Tamaşa oynamırsan, gələrdim oturardım birinci sırada, əlimdə gül səni gözləyərdim. Səndən fəxr eləyərdim. Mən olardım sənin dəstəyin. Unut məni, laf yadından çıxart belə. Ürəyimdə, ürəyin döyünür halal. Unut məni, unut məni. Özün də mənə yalandan desən ki, nə bilim, toy təşkil edirəm, tədbir təşkil edirəm. Hə? Cavab ver də mənə. Səni sevməkdən başqa sənə nə pislik eləmişdim ki mən? Hə? Niyə yalan danışdın mənə? Çıxart belə, ürəyimdə, ürəyin döyünür halal. Unut məni, onsuz da ömür qısalıb xəbərin yox. Sən mənim ən böyük peşmançılığımsan, başa düşdün? Mən səni sevdim ki, səni xoşbəxt edeyim. Özüm də xoşbəxt olum. Amma sən məni bədbəxt elədin. Başa düşdün? Unut məni. Unut məni. Unut. Bekar, sabah səhər biraz tez durmaq lazımdır. Çünki şirkətdə işlərimiz çoxalıb. Baş üstə müəllim. Deyirəm bu aralar yaman şirkətdə işimiz çoxalıb. Qumru xanım yaxşı oldu gəldi bizə. Məhsuldar işləyirsiniz belə. Müəllim. Allah var adam başın üstə yaman məhsuldar işləyir bu aralar. Bax nə tapşırıq verirsə, hamısını dəqiq yerinə yetirin. Oldu? Oldu. Baş üstə. Gedək. Ay müəllim. Ödəniş bayaq eləyə bilmədim. Yadımdan bir dəqiqə bunu ödəyim gəlirəm. Düzəlmədin də sən. Düzəlmədin də sən bekar. Yer. Bir dəqiqə qalacaq. Tez. Hər dəfə bunu tapanmıram. İndi deyinəcək ki, harda qaldım. Hadi buradadır. Oldu Rəfiqə xanım. Nə vaxt desəz görüşək, ətraflı danışaq. Heç bir narahatçılıq yoxdur Rəfiqə xanım. Çox sağ olun ki, məni eşitdiniz, mənə qulaq astınız. Heç Qumrudan da narahat olmayın, ha?
Bir de o bayak söylediğiniz söğüşlerde ben unuttum. Narahat olmayın. Oldu Rəfiqə xanım, oldu. Təşəkkür edirəm. Görüşüb ətraflı danışarıq. Sağ olun Rəfiqə xanım. Harda qaldı bu bekarəyə, harda qaldı bu avara? Bəsdir də bu telefonda oynadın da, bəsdir də. İşi vaxtında görmək lazımdır da. Ay müəllim, bilirsiniz kim gördüm? Kimi? Cahangiri. Giş sən sən. Nə olsun? Mən gündə 100 dəfə görürəm də onu da. Ay müəllim, dayanıb telefonla danışırdı. Bekar, boş-boş danışıb vaxtımı aparma. Gəl gedək, gəl. Ay müəllim, Rəfiqə xanımın adını çəkdi, özüm qulağımla eşitdim. Necə yəni, hə? Onu deyirəm də, deyirəm ki, bu axır vaxtda nəsə baş verir, bizim xəbərimiz yoxdur, ay müəllim. Yaxşısan? Yaxşı. Çox sağ ol. Deyəsən siz gətirmişsiniz mən bura. Amma kaş eləməzdiniz. Niyə? Çünki mən yaşamağa layiq deyiləm. Hər kəs yaşamağa layiqdir. Hamının yaşamaq üçün bir səbəbi var. Əvvəl mənim də var idi. Amma daha yoxdur. Bitirdim. Hər nə olursa olsun, canından artıq deyil. Olan sənə olacaq. Qalanları həyatlarını yaşayıb davam edəcəklər. Belə görürəm tək yaşayırsan deyəsən, hə? Məncə həyat bizi təsadüfən qarşılaşdırmıyor. Mən də tək yaşayıram. Belə deyə də yaşamağa çalışıram. İstəsən məndən qala bilərsən. Bir də bu vəziyyətdə səni tək də qoymaq istəmirəm. Niyə mənə bu yaxşılığı eləyirsiniz ki? Qızım, biz bir-birimizi başa düşməsək, biz nə vaxt başa düşəcəyik? Neyinsən də? Yaramı təmizləyirdim. Bəs mən niyə oyatmamıza kömək edeyim sən? Narahat olma. Elə şey olar da. Sən mənim üstümdə nə qədər əziyyətin var. Qədir, bağışla məni. Niyə, nə olub? Sənə imkan vermədim. Qoymadım gedəsən. Fikirləşirdim ki,
Sağlarsan sonradan başa düştüm ki muhaleceyle sağalmayacaksın. Seni sağaldan da öldüren de ailendi. Kadir git. Git ailenin yanına. Ben kızıma kavuşabilmedim. Sen git onların yanına. Ay bekar. Kişiye ne olur? Səhərdən hamının üstüne qışqırır. Az vallah mən də dəqiq bilmirəm. Bizdə Cahangir var işte. Onun qumru nası Rəfiqə ilə münasibətini biləndən sonra kişinin beyni çönüb. Bunlar ana-bala ikisi də tərbiyəsizdir. Belə də ki, Bəbirə nə var? Bəbirə nə dəxli? Anasına da gözü düşür, qısqanır. Səy-səy danışma, o mənada demədim. Mən biləni bu Bəbirin Rəfiqə ilə nəsə zibili var. Qorxur ki, deyər Cahangirə. Nə zibil? Az nə bilim, Fərziyə. Fərziyə? Fərziyə kimdir? Hə? Hə, bekar? Sən də başladın? Estağfurullah. Az qoy bir ki, çörəyimizi yeyək də. Burnumuzdan gətirdin, ya Allah hamd olsun. Hay Allah. Bekar, inan biləm ki, sənin nəsə belə bir işin var. Əvvəl o qızı öldürərəm, sonra səni öldürərəm, sonra da özümü öldürərəm. O John Pondo məsələşdi. Birinci özündən başla da sən. Bir də telefon vurarım sənin başıma. Gör. Yaxşısan? Niyə elə də buradasın? Səni tək qoymayacağam. Pula görə qalmısansa gedə bilərsən, narahat olma, qaytaracaq. Gör, bu nə söz deyirsən ki? Pul nədir? Ayıb deyil. Belə tanımısan məni. Sən də mən başqa cür tanımısan, nə olsun? Narahat olma, aldatmayacağım səni. Aramızdakı borc məsələsi həll olsun, vəssalam. Gel, mən səni özüm xəbər eləyəcəm. Gör, bəsdir də, bu nə danışır, mənlə danışsan. Niyə başa düşmək istəmirsən ki, biz bir yerdə olsaq, heç vaxt problem bitməyəcək? Elə eləyək ki, olmasın da problem. Düz deyirsən. Hər şeyin günahı məndədir. Mən eləmişəm, mən də bitirəcəm bu münasibəti. Xahiş edirəm səndən. Bitirək, çıx get. Gedək. Hala, necə qalacaq tək? Necə qalacaqsan tək? Tək qalmayacaq. Mənlə qalacaq. Alo. Salam Rəfiqə xanım, sabahınız xeyir. Yaxşı olasınız, Allah razı olsun. Necəsiz, narahat eləmədim ki?
Laf yaxşı. Rəfiqə xanım, belə ani təklifli olsa, deyirəm bəlkə sizi bir səhər yeməyinə dəvət edeyim. Mənim həmişə getdiyim bir yer var, indi ora gedirdim özümdə. Elə dedim sizə də bir xəbər edeyim, bəlkə gedək bir yerdə oturaq. Yox, işiniz varsa narahat eləməyim, qətiyyən. Düşündüm bəlkə yaxşı olar, bir yerdə danışacaq sözlərimiz olar. Həm özümüzdən, həm Bəbir müəllimdən. Axı, ortaq dərdlərimiz var, nə də olmasa. Əla, əla. Onda siz hazırlaşın. Hazır oluna mənə xəbər edin, mən də buradan çıxıram yavaş-yavaş. Oldu. De get bəbiş. Bir güllərlə iki kuş belə olur görürsən. Sabahınız xeyir müəllim. Xoş gördük. Oralardasan, hə sən? Heç elə buralarda səhər-səhər çörək yeməmiş çıxmışdım. Dedim gəlin bir şeylər atıştırım. Acılığınız var, gedək çörək yiyelim. Dünən Rəfiqə xanımla nə danışırdın? Heç nə, havadan, sudan. Nədir ki? Mənə düzünü de. Sən heç vaxt havadan, sudan danışmazsan. Müəllim, hər nədən danışırdım, bu sizin niyə narahat edin ki? Cahangir, o qadından uzaq dur. Eşitdin? Niyə müəllim olmaya, elə ondan da xoşunuz gəlir. Harasa gedirsən? İşim var. Onda Layləni özüm apararam da məktəbə. Yaxşı. Laylə, Hə, quzum bura gəl. Dünən sən inşa yazmalıydın, hə? Kömək edə bilmədim. Göstər görüm. Mövzu nə idi? çox istədiyimiz adamlar. Oxu görüm. Mən ən çox anamı, nənəmi, bir də atamı çox istəyirəm. Çünki onlar da məni sevir. Həmişə mənə bu söz deyirlər. Amma atam indi yoxdur deyə o mənə deyə bilmir. Mən bilirəm ki, o burada olmasa da məni çox istəyir. Mən də onu. Anam da çox darıxır. Biz ikimiz də onu çox istəyirik. Ona tek yol düşünceymiş, düşününce ipince'ymiş. Zihnimde, kalbimde, fikrimdeymiş, derindeymiş. Ona tek yol düşünceymiş, düşününce ipince'ymiş. Çizgileri gizlenirmiş, o gerçekmiş, o gerçekmiş. Korkma, kaçma, koş ona inan, güven, danış ona hikayeni. Dinleyecek seni.
Mən yedim. Özündən müğayət ol. Çok arasam da yerlerde göylerde içindeymiş. Zamandan da mekandan da düşününce münezzehmiş. Zerreleri birleşirmiş, o gerçek mi? O gerçek mi? Korkma, kaçma, konuş ona, inan, güven, danış ona hikayeni. Dinleyecek seni, beni, bizi, tüm beni, içimizi koparıp atmaz, zerresini esirgemez, sevgisini. Korkma, kaçma, sığın ona, inan, güven, danış ona hikayeni. Dinleyecek seni, beni, bizi, tüm beni, içimizi koparıp atmaz, zerresini esirgemez, sevgisini. Renginmiş, irginmiş, bunlar fark etmezmiş. Dön içine, bak kalbine, Allah seninleymiş. Korkma, kaçma, kovuş ona, inan, güven, danış ona hikayeni. Dinleyecek seni, beni, bizi, tüm bilir, içimizi koparıp atmaz, zerresini esirgemez, sevgisini. Yolların çay kimi axar görəsən, üstünə yağışlar yağar görəsən, səninə yandırıb yaxar görəsən, özü öz külündən dirilən adam. Qəlbini səmaya aça bilərsən, içindən min işıq saça bilərsən, nə qədər bacarsan qaça bilərsən, günahın əlindən dirilən adam. Sıyrılıb hər dəfə günah səsindən, qurtuldub xəyanət qəhqəhəsindən, hansısa bəstəkar zümzüməsindən, bir şair dilindən dirilən adam. Keçər gecələrin kədərlə birgə, ümidin yaranar qəhərlə birgə, oyanıb qalxarsan səhərlə birgə, günəşin içindən dirilən adam. Bəstəkar zümzüməsindən, bir şair dilindən dirilən adam. Keçər gecələrin kədərlə birgə, ümidin yaranar qəhərlə birgə, oyanıb qalxarsan səhərlə birgə, günəşin içindən dirilən adam. Dirilən adam.